8 ədədin ədədi ortası 18-ə bərabərdir. Bu ədədlər arasında ədədi ortası 13 olan 3 ədədi çıxdıqdan sonra qalan ədədlərin cəmini tapın. Ədədi ortanı tapmaq üçün bu ədədləri toplayıb sayına bölürük. Deməli, 8 ədəd verilib. 8 ədədin ədədi ortası 18-ə bərabərdir. Deməli, biz bu 8 ədədi toplayıb sayına bölürük. Bərabərdir 18-ə. Buradan biz bu ədədlərin cəmini tapa bilərik. A1, A2 və A8. Yəni 8 ədədin cəmi 8 vurulsun 18-ə bərabərdir. 8-i 18-ə vursaq 144-ə bərabərdir. Deməli, bu ədədlərin cəmi 144-ə bərabərdir. Bu ədədlər arasında ədədi ortası 13 olan 3 ədədi çıxaq. 3 ədəd dediyinə görə 3 ədədin ədəd ortasını tapaq. A1 plus A2 plus A3. Bu ədədlərin ədədi ortası 13-ə bərabərdir. Ədədi orta 13-ə bərabərdirsə, 3 ədədin cəmini tapaq. A1 plus A2 plus A3 bərabər olacaq 3 vurulsun 13-ə. 3-ü də 13-ə vursaq 39. Göründüyü kimi burada 3 ədədin cəmi 39-a bərabərdir. Digər tərəfdə 8 ədədin cəmini biz 144 tapmışdıq. Əvəzləmədə yerinə yazsaq 3 ədədin cəminin yerinə 39 yazırıq. Plus A4 plus A5 plus A6 plus A7 plus A8 bərabərdir 144-ə. Digər ədədlərin cəmi A4, A5 və A8. Yerdə qalan ədədlərin cəmini tapmaq üçün 144-dən 39-u çıxırıq. Deməli, bu ədədlərin cəmi 105-ə bərabərdir.